Rusiyada iqtisadiyyata cavabdeh olan məmurlar açıq şəkildə bildirir ki, iqtisadiyyatın əvvəlki artım hərəkət verici qüvvəsi tükənib. Güclü rubl, bahalı kreditlər, işçi qüvvəsi çatışmazlığı və büdcə məhdudiyyətləri. Bu kombinasiyada iqtisadiyyat güc ehtiyatını itirir. Mərkəzi Bankın sədri Elvira Nabiullina deyib ki, Rusiya iqtisadiyyatı ilk dəfə olaraq real işçi qüvvəsi çatışmazlığı ilə üzləşir. Kommunist fraksiyasının lideri Gennadi Zyuganov isə ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu vurğulayıb. O, hökumət tədbirlər görməzsə 1917-ci il hadisələrinin təkrarlanacağı barədə xəbərdarlıq edib. Rusiyada iqtisadi vəziyyətə görə hökumətin mümkün istefası ilə bağlı məlumatlar da yayılıb. Kreml isə ictimaiyyəti belə xəbərlərə inanmamağa çağırıb. Bununla belə iqtisadiyyatı əsasən neft-qaz gəlirləri hesabına formalaşan Rusiyada Birləşmiş Ərəb Əmirliklərinin OPEC və OPEC Plus-dan çıxması qərarı həyəcanla qarşılanıb. Ekspertlər hesab edirlər ki, Ərəb Əmirliklərinin məlum qərarı uzunmüddətli müharibə nəticəsində onsuz da zəifləmiş Rusiyanın maliyyə sabitliyini sarsıdacaq. Hazırda dünya enerji bazarındakı vəziyyət Moskva üçün əlverişli görünsə də, bu tendensiyanın müvəqqəti olduğu bildirilir. Qeyd olunur ki, Hörmüz boğazındakı vəziyyət normallaşan kimi Rusiya qlobal bazarda ən təsirli oyunculardan birinin artıq kvota ötəlikləri ilə bağlı olmadığı yeni bir reallıqla qarşılaşacaq və dünyada neft qiymətlərinə əsas təsir rıçağını itirəcək. Fərid Əkbərov, İTV Xəbər, Moskva.